İnsanlar komaya düşəndə tunelin sonunda ağ işıq görürlər. Bu nə deməkdir? Əslində bu insanın öz mental bədəninin, yəni yaddaş bədəninin içində səyahəti kimi bir şeydir. O həmin işıq isə onun mayalanma anıdır. Bizim çox böyük sənətkarımız Alim Qasımov bunu Videoda danışan şəxsin dediklərinin elmi təməlinin olmadığını bir kənara qoysaq, bu hadisənin niyə baş verdiyini izah etməyə çalışaq. Komaya düşən insanlarda beyin tam normal fəaliyyət göstərmir. Xüsusilə oksigen çatışmazlığı, yəni hipoksiya prosesi baş verdikdə. Beynin görmə qabiliyyətini idarə edən arxa hissəsi, yəni oksipital pay bu durumdan təsirlənir və oksigen çatışmazlığı nəticəsində bu hissədə fosfenlər yaradır. Fosfenlər xarici işıq təsiri olmadan işıq hissi olmasına səbəb olur. Bəlkə də komaya düşən insanlarda ağ işıq görməsinə səbəb olan məhz beynin bu hissəsinə yaranan fosfenlərin təsiridir. Başqa bir açıqlama isə beynin temporal payının qeyri-adi aktivliyidir. Xüsusilə dini və mistik hadisələrin beynin temporal payı ilə əlaqələndirilməsi və komaya düşən insanlarda bu hissənin aktivliyi məhz ağ işıq görməsinə səbəb ola bilər. Yəni elmin bu cür izahlarını oxuyub araşdırmaq belə təməlsiz və qeyri-elmi iddiaların səsləndirilməsindən daha faydalı və araşdırılmağa daha meyilli bir səbəbdir.